Tip təhsil alarkən bölgədəki kəskin yoxsulluğu və bərabərsizliyi görməsi onu marksizmə yönəltdi. Meksikada Fidel Castro ilə tanış olan Che 26 iyul hərəkatına qoşuldu. Sierra Maestra dağlarında partizan müharibəsinə rəhbərlik etdi və Santa Clara döyüşündəki qələbəsi ilə diktator Batistanın devrilməsində həlledici rol oynadı. O, bu problemin yeganə həllini silahlı inqilabda görürdü. İnqilabdan sonra Kubada sənaye naziri və Milli Bankın rəhbəri vəzifələrdə çalışdı. O, iqtisadiyyatın mərkəzləşdirilməsi və savadsızlığın aradan qaldırılması üçün geniş miqyaslı islahatlar həyata keçirdi. O, nazir olmasına baxmayaraq, həftə sonlarını tarlalarında könüllü işləyərək keçirirdi ki, rəhbərlə xalq arasında fərq qalmasın. Kuba ilə kifayətlənməyən Che, inqilabı dünyaya yaymaq istəyirdi. O, Kongo və Boliviyada partizan hərəkatları təşkil etməyə çalışdı. 1964-cü ildə BMT-nin Baş Assambleyasındakı çıxışında ABŞ-ın imperialist siyasətini kəskin tənqid edərək dünya miqyasında böyük səs-küyə səbəb olmuşdu. Ernesto Che Guevara 1967-ci il oktyabrın 9-da Boliviyada əsir düşdükdən sonra edam edilərək öldürülüb. Edam əmri Boliviya prezidenti René Barrientos tərəfindən verilib.